varsa burada aslında almazdı sessiz ayda sabitleyip söz diyecektim. Bir de ki şeklini skrin eləyəcəkdim onun. Qarabağ Azərbaycandır. Tamam. Tamam, eybi yoxdur. Moderatorlar sessiz saldı, eybi yoxdur. Bir de sana bir söz diyeyim. Qarabağ Azərbaycandır. Özün buradasan. Sana bir de bir söz diyeyim. Yazmışsan ki Qarabağ Azərbaycandır. Düzdür mü? Yani bu kəlməni oraya yazmışsan sen. Qarabağ Azərbaycandır. Qarabağ adını yazırsan, Azərbaycan yazırsan, düzdür mü? Yani o altında o yazdığın o mesaj ki var, o yorum ki var. Hansı ki qonşularımız barədə yazırsan, değil mi? Kim barədə yazsan bilmirəm. Mənə yazmırsan, əslində qonşuları deyirsən. Ya burada bütün insanlar baxır, eşidir də, o sözləri görürlər. Sən bilirsən yani ki onun cəzası nədir? Başa düşürsən yani nə yazmışsan ümumiyyətlə. Elə şeyləri mənim yayımda yazırsan, tamam, eybi yoxdur. Mən Allah adamıyım zaten. İnsanın üzündən, gözündən bəllidir insanın insanlığı. Ama gedib başqa yerdə yazarsan, sənin üçün deyirəm, qaqa, yaxşı bir şey deyil o. Ola bilər yaşın bəlkə azdır, ola bilər əqli cəhətdən problemin var, ağıldan kəmliyin var, ola bilər də insandır yəni. Amma elə şeylərə çalış, yol vermə. İndi bu dəqiqə ciddi baxılır o şeylərə. Bacı takip qəbul edirsən? Yox. Bugündən sonra o səhv etmə. Onu deyirəm də, deyirəm səhv eləməsə. Niyə səhv eləyir ki? İnsandır, hamısı cavab boyda kişidir, gətirib balaca uşağı atır qabağa ki bu eləyib. Nəyə lazımdır? Lazımdır mı sizə? Pulunuz artıq düşüb, başıva dönüm sənin. Yoxsa çörəyin artıq düşüb, yalın artıq düşüb mamam demişkən. Nə yenirsən, Valla dayı mən üstü örtülü deyirəm yəni. İnanın ki o belə bir şey var, söz var, deyir ki uzaq olsun, uzaq olsun. Dayı belə pis çıxsa da deyəcəm, fahişəyə belə dayı deyir o nə bilim pozğuna belə o pis söz demirsən ki, deyirsən ki ay canım ona belə deyə bilmirsən, sübut eləyə bilmirsən ki sən busan. Çünki haqqın yoxdur. Hər kəs sənin öz şəxsisidir. Onda qalmış ki bu cür yayındır, gəlib sən neyse. Ben istəyirəm ki siz oradan görəsiz, amma deyirsən görsənmir, yaxşı. Dəqiqə buranı pulu pişirəcəksən. İnşallah ki hələ ki doğruyuram, qismət belə deyim də. Görükür oradan uşaqlar. Mən istəyirəm ki şey görsənsin bura. Nətər nə qoyma Allah ora. Ki bura görsənsin. Salam, salam, xoş gəlmisiniz. Hə, mən bəzən belə bir adamam. Burada məsəl üçün deyirəm, bunu doğradığım yerdə risk 2 saniyənin içində beynim çöndü, bir qəfil məsəl üçün deyirəm, çıxdım rayona. Bu qaldı elə burada. Bir də ki yalan sevmirəm deyə ona görə də görünür, hə tamam. Sizin üçün deyirəm ki görünsün. Ayda, bilirdim bu buran çox gözəl var. Mən şey qoymuşam, biraz ağardıcı qoymuşam da, yəni bildiniz necə? Ki belə şey qəşəng görsənsin də, yəni sizə hörmətsiz deyən azından eləmirəm. Yəni şey, amma bunun rəngi çox qəşəng bir rəngi var, qıpqırmızıdır. Buradan elə görsən, amma qıpqırmızıdır, deyim biləsin. Mən də bu arada qapqarıyım. Onu da deyim, vapşi biləsiniz. Boğa bürcü, bəli, boğa bürcü olduğum üçün yalanı mən sevmirəm. Yəni heç vaxt yalan sevmirəm. Ona görə kimsə mənə nəsə deyəndə dəqiq şey eləyə bilmirəm də, yəni deyərəm, yalan olaram, belə filan, belə bir şeylərdən biraz çəkinirəm. Əhli keyf adam deyiləm, yox papatya. Ola bilər bəzən əhli keyf aysa, o şeylərdə əhli keyfəm, bəli. O şeylərdə əhli keyfəm. Çünki hə, burada riski, məsələn, beynimə vurdu, riski, hə, belə, onu düz deyirsən. Amma əhli keyf ola bilər ya, əhli keyf, keyf qom, belə, yəni dünya aləm vecimə deyil. Amma yalan sevmirəm. Yəni, nə inirəmsə eləyim, yalan olmasın. Heç sevmirəm yalan. Salam, salam, xoş gəlmisiniz. Salam, pulov mu pişəcək? İnşallah qismət olsa, bəli. Göz haqqınızı halal edin. Tanıyıram da mən insanları. Aha, ola bilər. İnsan olur. Mən də tanıyıram insanları. Hətta çox gözəl tanıyıram insanlar. Uşaqlar 400 nəfər adam var. Nə olur, xahiş edirəm. Hamınız ekranı bəyənin. Dayanmadan ekran tıklayın dostlar. Siz mənə dəstək olun da. Siz də bu cür dəstək olun. Mən sizə görsüz, bax sizin üçün deyirəm, siz görəsiz. Əslində bunu heç yayın açmazdım da. Elə belə eləyərdim, amma dedim. Vüsal, çox sağ ol. Təşəkkür edirəm. Ruzun bol olsun.
Mürəbbəsini et. Ay Allah, bunun mu? Boranın mu? Ay qız, nə mürəbbə qoy oturum yerimdə sən Allah. Bunun mürəbbəsi olar. Oy, ay bacı, mürəbbə nə də az. Var ol, siz var olasınız. Bir gül belə atanlar. Allah ruzunuzə bərəkət versin. Allah canınızı sağ eləsin. Çox sağ olun. Uşaqlar, hamınız ekranı bəyənin, xahiş edirəm. Ekran tık eləyək, dostlar. Miri çox sağ ol. Amin, amin. Super mürəbbəsi olur. Yox, nə yeməmişəm. Mən dostlar, hələ şey yeyən deyiləm. Belənimə baxmayın. Belə ətli qanlı ola bilərəm. Təşəkkür, çox sağ olun. Sadiq hanı, Sadiq arvadın uşağının yanında. Ay başı üzürdüm. Sadiq harda olar? Harda ola bilər? Sadiq harda olsun? Yəni o sözü mənə elə deyirsiniz ki, elə bil şeydir. Salam, salam. Edik, xoş gəldiniz. Nə yaxşı o tərəfdə yayından çıxa bildiniz. Nə gözəl, nə gözəl. Bayaqdan gələrdiniz lan, ha? Bayaqdan gələrdiniz, burada bizə dəstək olardınız. Salam, salam, 313. Necəsiz, ay gözəl xanım? Necəsiz, nə tərsiz? Salam. Nə edəsiz, onu cavab verdi. Ay bacı, başıma dönüm. O şeydə deyir, Rafael'lə Coşqunda, Rəşid çox sağ ol. Rafael'lə Coşqunda deyir, şey, nə bilim, nə ilə nə edir, nə bilim, şeydə, qarışdırıram. Nə bilim, nə belə getdi, onu qarışdırıram, bunu nə bilim, nə inirəm. Sonra da deyir, şeydə nədir, atıram zibil vedrəsinə. Deyir ki, zibil vedrəsinə niyə atırsan? Deyir, zibil vedrəsinə atıram ki, zibil vedrəsinə qoyub qapının ağzına. Yeganə xanım, canımsız siz mənim. Gözəl xanım, gözəl ana. Öpürəm sizin əllərinizdən, üzünüzdən, gözünüzdən, yanaqlarınızdan. Necəsiz, nə tərsiz? Yeganə xanım, mən sizi görməmişəm, amma inanın ki, sizi çox sevirəm. Roma, çox sağ ol qaqa hədiyyən üçün. Çox sağ ol qaqaş. Hə, deyir ki, qarışdıram, axırda tökürəm zibil vedrəsinə. Deyir ki, niyə atsan zibil vedrəsinə? Deyir ki, zibil vedrəsində qoyub qapının ağzına çölə, mənim kimi çölə qoyub. Deyir ki, qonum-qonşu qoyub baxsın ki, yeganə xanım əziyyət çəkməyin, çox sağ olun, canımsız. Deyir ki, qonum-qonşu desin ki, gör bu zibil vedrəsinə bunu atıbsa, gör bu evdə nə yeyir. İndi onun sözü olmasın, deyib nə bişirəcəksən, deyir cavab ver. Heç nə, pişirib, rağlayıb, hazırlayıb, ağırda tökəcəm zibil vedrəsinə. Boy, başım oxuyur, doğrayıb tökürəm zibil vedrəsinə. Az yemək pişirəcəm da, ha? Salam, salam, necəsən? Fıstığına da, boyu başım oxuyur.